Salam əziz dəyərli izləyicilər, xoş gördük hər birinizi. Mən Tahir Haşimi. Bugün sizlə Azərbaycan Respublikasının Təhsil İnstitutunun sınağının izahını paylaşacağım. Bilirsiniz ki, 30 may 2025-ci ildə Təhsil İnstitutu bir neçə ixtisas fənnindən sertifikasiyaya hazırlaşan müəllimlər üçün sınaq tərtib edib paylaşdı və o sınaqları da bir-bir mən izah edəcəm. Bu videoda yalnız informatika fənninə aid sınaqdır, amma bu o demək deyil ki, digər müəllimlər də istifadə edə bilməz, yox. Metodika ilə bağlı sual olduğuna görə istənilən ixtisasa aid müəllimlər bundan istifadə edə bilər. Digər fənləri də mən bu gün ərzində sizinlə bir-bir izahını paylaşacağım. İzahlardan vaxtında xəbərdar olmaq üçün kanala mütləq abunə olun və orada bildirişlər düyməsini açın, orada zınqrov var, onu qara rəngə çevirin ki, mən paylaşan kimi videonu sizə də bildiriş gəlsin. Bunu da əlavə edeyim ki, əgər siz bunu PDF formatında əldə edib işləmək istəsəz, ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayın, zəng vurmayın, WhatsAppda yazın və mən sizə həmin bu PDF-i göndərim, rahatlıqla işləyib sonra özünüzü bu video vasitəsilə yoxlaya bilərsiniz. Videonu da sona qədər izləyib və bəyənib öz yoldaşlarınızla paylaşmağı unutmayın. Gəlin keçək indi testlərimizə. Müəllim dərsdə verilənlərin təqdimatı və vizuallaşdırılması mövzusunu izah etdikdən sonra şagirdlərə belə bir tapşırıq verir. Məlumatların vizual təqdimatı ilə bağlı layihə hazırlayın. İstəsəniz Excel və ya Google Sheets-də diaqram qurun. Canva ilə infografika hazırlayın. Təqdimat, PowerPoint və Google Slides yaradın və ya məlumatların təqdimatı mövzusunda qısa video sarx hazırlayın. Tapşırığın formasını siz seçin. Müəllimin tapşırığı bu cür verməsində əsas məqsədi nədir? Müəllim istəyir ki, şagirdlər yalnız diaqramlarla işləməyi öyrənsin, çünki bu informatikanın əsas bacarığıdır. Bu situasiyaya baxanda biz görə bilmirik ki, müəllim ancaq diaqramla işləməyi öyrətsin. Xeyr. Düzdür, burada deyir ki, diaqramlardan da istifadə edin, amma ona qalsa deyir, slaydlar da hazırlayın, təqdimat hazırlayın, video çarx hazırlayın. Bu o deməkdir ki, ancaq diaqramla işlətməyi öyrətmir. Bu getdi. Müəllim bu yanaşma ilə şagirdlərin təqdimat proqramlarında texniki biliyini artırmaq istəyir. Ola bilər, amma bizə nə lazımdır? Müəllimin əsas məqsədi nədir? Yəni, bu müəllimin əsas məqsədi ola bilməz. Çünki burada bir neçə məsələ qeyd olunduğuna görə onlardan birini seçib müəllimin məqsədi deyə bilmərik ona. Yəni, ümumiləşmiş bir fikir lazımdır. Müəllimin məqsədi dərsdə əyləncəli və rahat bir təqdimat atmosferi yaratmaqdır. Bu da bənzəyir, amma burada ancaq təqdimat hissəsinə toxunduğuna görə bunu da götürmürük. Sonra, müəllim bu tapşırıqla şagirdlərin hansı üsulla daha yaxşı öyrəndiklərini müəyyənləşdirmək istəyir. Bəli, doğrudur. Deyəcəksiniz, bunun harası doğrudur, sübut eləyin. Baxın, müəllim burada layihəni verir. Deyir ki, istəsəz Excel, Google Sheets-də diaqram qurun. İstəsəz Canva ilə infografika hazırlayın. İstəsəz PowerPoint ilə Google Slide yaradın. Və yaxud video çarx hazırlayın və s. Tapşırığın formasını siz seçin, özlərinə seçim verir. Bilmək istəyir ki, uşaqların hansı bacarığı daha yaxşıdır, hansı üsulla daha yaxşı öyrənirlər. Bunu da insanın özünə azadlıq verəndə bilmək olur ki, bu nəyi seçəcək və növbəti dərslərdə də o üsulla davam eləsin deyə. Ona görə elə doğru cavabımız olur, D variantı. Fikir verirsiniz, A, B, C-də hərəsində bir hissəsindən yapışıb, izah eləməyə çalışır, cavabı bizə təqdim edir, amma biz onu götürmürük, çünki burada müəllimin əsas məqsədi ancaq şagirdə PowerPoint öyrətmək deyil, müəllimin məqsədi ancaq Excel öyrətmək deyil, Canva-nı öyrətmək deyil. Müəllimin məqsədi burada ümumiləşmiş olmalıdır ki, şagirdlərin hansı bacarıqlarını, hansı üsulla öyrəndiklərini bilməyi istəyir müəllim burada. Ona görə cavabımız olur D variantı. E-yə də baxaq hər ehtimala. Müəllim təqdimatın formasını şagirdlərin öhdəsinə buraxmaqla öz iş yükünü azaltmaq və onların müstəqil çalışma bacarığını inkişaf etdirmək, öz iş yükünü azaltmaq məsələsi deyil burada da. Ona görə doğru cavabımız olur elə D variantı. Gəldik 52-yə. Aşağıdakı problemi proqramlaşdıraraq həll edin. İki nöqtə arasındakı məsafəni hesablamaq üçün
Pifaqor teoremindən istifadə edən bir proqram hazırlayın. Nöqtələrin koordinatları 0, 0 və ya D8-dir. Proqram istifadəçiləri D ədədi üçün giriş qəbul etməli və məsafəni onluq kəsir şəklində çıxışda göstərməlidir. Texniki tələblər. İstifadəçi float input funksiyası ilə D koordinatına daxil etməlidir. Proqram məsafəni Pifaqor teoreminə əsasən hesablamalıdır. Məsafə belə düsturunu verib. Nəticə print vasitəsilə onluq kəsir kimi çap olunmalıdır. Məsələn 10.77. Tapşırıq Bloom'un idrak taksonomiyasının hansı mərhələsini inkişaf etdirməyə xidmət edir? İri həcmli bir tapşırıqdır və mənim də ixtisasım olmadığına görə oxumaqda biraz çətinlik çəkdim. Amma məsələ burada nədir? Fərq yoxdur nədən danışır. Burada biz görürük ki, düstur verib, düzdür. Bu düstura əsasən bu onu etməlidir. Yəni bu hazır bir şeyi ora tətbiq eləməlidir. Amma bu sözümdən gedib tətbiqi götürməyin. Məsələn 2 il əvvəl bu olsaydı deyərdim hə, tətbiqi götürün. Amma keçən ildən bəri deyildi ki, Təhsil Nazirliyinin RT-də canlı yayın vaxtı bildirildi ki, əgər düstur verilirsə və düstura əsasən hesablama aparılmaq istənilirsə, bu olacaq anlamaq mərhələsi. Anlamaq. Yox, əgər düstur verilmirsə, şagirddən bir məsələnin həll olunması istənilirsə, o olacaq tətbiq, bəli, yəni indiyə qədər öyrəndiklərini tətbiq edəcək. Amma hazır düstur verilirsə şagirdə və o düsturu ora tətbiq eləyir, o düsturdan istifadə eləyib, daha doğrusu, həmin məsələni həll eləyirsə, o olacaq anlamaq mərhələsi. Yəni burada biraz diqqətli olaq. Hazır düstur verilibsə, o olacaq anlamaq mərhələsi, yox, hazır düstur verilməyib, bir məsələni həll edəcək, bu olacaq tətbiq etmə mərhələsi. Aşağıdakı fikirlərdən hansı yanlışdır? Formativ qiymətləndirmə şagirdin öyrənmə prosesini izləməyə və ona vaxtında dəstək göstərməyə yönəlmişdir. Formativdə bəli, bizim ipuclarımızdan da biri izləməkdir. İndi burada hərfində yazaq, izləmək. Sonra B-yə baxaq. Refleksiya şagirdin öz öyrənmə prosesini təhlil etməsi və məsuliyyəti müəllimlə bölüşməsi üçün əsas vasitədir. Bəli, refleksiyada şagird öz öyrənməsi haqqında da məlumatda olur. Belə deyək də, öyrəndiyini bir ələkdən keçirir ki, görüm nəyi bilmişəm, nəyi bilməmişəm. Bu da doğrudur, bizə yanlış fikirlər lazımdır. Məqsədli öyrənmə fəaliyyətləri yalnız dərsin sonunda tətbiq olunduqda effektiv nəticə verir. Mən bunu dərs zamanı da demişəm ki, yalnız sözündə bir dayanın, ona bir nöqtə qoyun. Çünki metodikada demək olar ki, 99.9% yalnız sözü yazılan fikir yanlış olur. Çünki yalnız deyə bir şey yoxdur, həmişə yanında nəyisə olur. Ancaq bu belədir deyə bilmərik. İndi D ilə E-yə də baxaq, olmasa qayıdacaq C-yə. Əməkdaşlıq əsaslı tapşırıqlar şagirdlərdə həm akademik, həm də sosial bacarıqların inkişafına kömək edir. Bəli, yəni bir tapşırıq əməkdaşlığa əsaslanırsa, o şagirdin həm akademik, yəni həm o bilgisini artıracaq, həm də digər insanlarla, digər şagirdlərlə əməkdaşlıq elədiyinə görə sosial bacarıqlar da inkişaf edəcək. Doğrudur. Fasilitasiya bacarığı müəllimin şagirdlərə öz fikirlərini sərbəst ifadə etməsi üçün şərait yaratmasını nəzərdə tutur. Bu da doğru fikirdir. Bəli, elə yanlış fikrimiz oldu. C variantı məqsədli öyrənmə fəaliyyəti ancaq dərsin sonunda tətbiq olunanda effektiv nəticə vermir. Yəni dərsin müxtəlif hissələrində tətbiq olunmalıdır. Bir daha deyirəm, laf cümlənin mahiyyəti başa düşülməsə belə yalnız olan bir yerdə bir nöqtə qoyub dayanmaq lazımdır. Keçək 54-ə. Alqoritmlər və ardıcıllıqlar mövzusunu keçirsiniz. Şagirdlər qruplarda sadə tapşırıqlar üzərində çalışırlar. Lakin qruplardan birinin çaşqınlıq içində olduğunu və irəliləyə bilmədiyini görürsünüz. Onlar sakit oturublar və nə edəcəklərini bilmirlər. Halbuki digər qruplar tapşırıq üzərində rahatlıqla işləyirlər. Siz istəyirsiniz ki, bu qrupa cavabı birbaşa demədən onların özlərini düşündürərək problemi həll etmələrinə yardım edəsiniz. Verilənlərdən bu qrupun öyrənməsini asanlaşdırmaq üçün təklif edilən ən effektiv yanaşma hansıdır? Özüm vurğunu belə vururam ki, yəni bizə ən effektiv yanaşma lazımdır. Ola bilər ki, A-dan E-yə qədər 4 variantın 4-ünü də tətbiq eləsən işə yarayar. Amma bunlardan ən yaxşısı hansıdır?
Onu seçmək lazımdır. Belə məqamlarda yadda saxlayın, ən humanistini, ən yaxşısını seçmək lazımdır. Baxırsınız, oxuya gəlsiz, cavablardan biri sizi çəkəcək ki, hə, bunu tətbiq eləmək belə deyim, müasir təlimə daha uyğundur. İndi gəlin baxaq. Onlara təlimatı yenidən diqqətlə oxumalarını tapşırırsınız və diqqətinizi başqa qrupa yönləndirirsiniz. Bu, onların müstəqil işləmə bacarığını artırar və dərs planına uyğun irəliləməyinə şərait yaradır. Deyərsiniz ki, hə, olar da, hardasa olar. Amma məsələ burada nədir? Deyir ki, onlara təlimatı, elə bilin ki, bu qrup işləyə bilmir. Mən də deyirəm ki, təlimatı təzədən oxuyun. Bunlar da başlayır oxumağa. Mən də gedim o biri qrupla işimi görürəm. Axı bu inkişaf eləməyəcək. Yenə də başa düşmür də, başa düşsəydi düşərdi. Deməli, bu ən effektiv üsul deyil. Ola bilər bir daha oxuyar, nəyisə başa düşər və yaxud yarısını nəsə bir yol alar. Amma bizə lazımdır ən effektiv üsul. Sonra gəldik B-yə. Onlara məsələnin ilk bir neçə addımını izah edirsiniz ki, başlaya bilsinlər və geridə qalmasınlar. Bu da dediyim kimi hardasa olar, amma ən yaxşısı bu deyil. Şagirdlərə yönləndirici suallar verirsiniz, cavablarını diqqətlə dinləyir və ehtiyac varsa kömək göstərirsiniz. Baxın, ən humanisti budur ki, yönləndirici suallar verirəm. İlişib qalıb axı, yönləndirici suallar verirəm ki, o oradan çıxa bilsin. Sonra cavablarına qulaq asıram və kömək edirəm, yenə də onları həmin o istiqamətə yönəldirəm. Cavab olur C bəndi. İndi D ilə E-yə də baxaq. Başqa bir qrupdan güclü bir şagirdi göndərirsiniz ki, onlara tez kömək edib tapşırığı yerinə yetirmədən kömək etsin. Xeyr. Yəni biz şagirdlərlə şagirdləri müqayisə eləmirik. Hə, sən güclüsən, keç, onlara da bir izah elə bir şey olmur. Bütün sinifin fəaliyyətini dayandırırsınız və mövzunu hamıya yenidən izah edirsiniz ki, heç kim geridə qalmasın. Bu da olmaz. Əsasən bundan istifadə olunur məktəblərdə, amma olmaz bundan istifadə etmək. Çünki tutaq ki də 25 nəfərlik qrupdur. Bunun 15-i başa düşüb. Sinifdir. 15-i başa düşüb, 10 nəfəri başa düşməyib. O 10 nəfərə görə yenidən dərsi sıfırdan bir də izah eləmirik. Hamının tapşırıqları saxlayın, uşaqlar bir də izah edirəm. O öyrənən 15 nəfər üçün artıq dərs sıxıcı gələcək. Ona görə bunu etmək olmaz. Ən doğru cavabımız olur C variantı. Keçək elə buradan 55-ə. Müəllim şagirdə sualla müraciət edir. Qrup işinin təqdim edərkən komanda üzvlərindən biri çox az danışır və öz fikirlərini ifadə etməkdə çətinlik çəkir. Komanda lideri olaraq bu vəziyyətə necə yanaşarsınız? Şagirdin hansı cavabı onun güclü ünsiyyət və dəstəkləyici yanaşmaya sahib olduğunu göstərir? Hansı bacarığa güclü ünsiyyət qurmaq və dəstəkləyici yanaşmaya sahib olur? Yəni şagird hansı cavabı versə, bilərik ki, bunun güclü ünsiyyət qurmaq bacarığı var və dəstəkləyici yanaşma nümayiş etdirir. İndi baxaq. Şagird deyir, onun yerinə mən danışar, vaxt itkisinə yol verməzdim. Xeyr. Onun yerinə mən danışıramsa, özüm, yəni tutaq ki, mən şagirdəm və mən bir komandanın başçısıyam və deyirəm ki, komanda üzvlərimdən az danışır, fikrini ifadə etməkdə çətinlik çəkir, onun yerinə də mən danışım. Onda o uşaq inkişaf eləməyəcək və mən də yaxşı bir lider olmuram həmin vaxt. B-yə baxaq. Şagird, ona təqdimatdan əvvəl hazır cavablar verərdim ki, sadəcə əzbərləsin. Xeyr. C variantına baxaq. Ona söz haqqı verər, fikrini rahat ifadə etməsi üçün motivasiya edici və anlayışlı davranardım. Bəli, doğru cavabımız olur C bəndi. Fikirsiz bu daha humanistdir. Söz haqqı verir, motivasiya edici və anlayışlı davranır ki, bunu dinləyən onun güclü ünsiyyət və dəstəkləyici yanaşma sahibi olduğunu bilsin. D-yə baxaq. Təqdimatı onun yerinə digər aktiv komanda üzvünə tapşırardım. Xeyr, bayaq öz eləyirdi. İndi bu başqasına tapşırır. Olmaz. Bizə lazımdır o şagird inkişaf eləsin. Ona sadəcə dinləyici kimi qalmağı təklif edərdim. Özünü narahat hiss etməsin. Xeyr, olmaz. Doğru cavabımız olur elə C variantı. Gəldik 56-cı testə. Siz 6-cı sinif olaraq bir informatika günü tədbiri keçirmək qərarına gəlmişsiniz. 6-cı sinifdə informatika günü keçirmək qərarına gəlib. Tədbir üçün sizə 150 AZ-in büdcə ayrılıb. Siz ehtiyacları nəzərə alaraq büdcəni planlaşdırmalısınız. Xərcləri uyğun şəkildə elə tənzimləyin ki, ümumi xərc 150 manatdan çox olmasın. Tapşırıq inteqrasiyanın hansı növünə aiddir? İnformatika dərsini riyaziyyatla əlaqələndirir də, bu hesablayır ki, mövcud xərc nə qədərdir, ehtiyac üçün ayrılan pul nə qədərdir və
mənə verilən pul 150 manatdır, mən onu elə bölüşdürməliyəm ki, 150 manat çatsın. Yəni bu informatikanı riyaziyyatla əlaqələndirir. Bu da olur fənlər arası, yalnız fənlər arası D variantı. Keçək 57-yə. Siz 8-ci sinifdə dərs deyirsiniz. Son vaxtlar müşahidə edirsiniz ki, bəzi şagirdlər tapşırıqlardan qaçır, özlərini bunu bacarmaram və ya mənim üçün çətindir kimi ifadələrlə məhdudlaşdırırlar. Siz bu vəziyyəti dəyişdirmək, şagirdlərin özünə inamını və daxili motivasiyasını artırmaq istəyirsiniz. Aşağıdakı strategiyalardan hansının tətbiqi bu situasiyada ən məqsədə uyğundur? Şagirdlərə motivasiya edici videolar izləməyi tapşırmaq lazımdır. Bu onların ruh yüksəkliyini təmin edə bilər. Hardasa eləyər, amma ən yaxşısı bu deyil. Çünki bu şagird onsuz da özünə qapanıb, deyir ki, mən bunu bacarmaram, mənim üçün çətindir. Biz də deyirik, get filan videoya bax, bəlkə baxmayacaq, bilmirik. Şagirdlərə uğur qazandıqları və ya yaxşı işlədikləri halları xatırlatmaq, onları bu cür hallar üzərində düşünməyə və özlərini güclü hiss etdikləri anlarla əlaqələndirməyə yönəltmək. Hə, baxın bu olacaq. Çünki bu şagirdlər hal-hazırda ruh düşkünlüyünə məruz qalıblar və burada da müəllim onların nə vaxtsa uğur qazandıqları, yaxşı işlədikləri halları xatırladır. Deyir ki, bax sən, yəni sənin potensialın var da, nə oldu sən bir ay əvvəl bu işləri bacarırdın, yəni onu motivasiya eləyir. Və indi deyir ki, biraz da çalışsan, daha da yaxşı işlər görə bilərsən. Yəni bu bir ayda bir şey itməyib, 10 ildən söhbət getmir. Lap 10 ildən söhbət getsə belə, sən bunu nə zamansa ən yaxşı işlər ortaya qoya bilmisənsə, deməli ondan daha yaxşısını da ortaya qoya bilərsən. Yəni belə bir motivasiya edir və doğru cavabımız olur elə B variantı. Digərlərinə də baxaq. Ən yaxşı nəticə göstərən şagirdlərin adlarını hər dərsə elan etmək və digər şagirdlərin onları nümunə götürməsini təşviq etmək. Bunu dərs zamanında demişik ki, şagirdləri şagirdlərlə müqayisə etmək olmaz. Hə, bu yaxşıdır, bunu uşaqların içərisində tərifləyin və s. olmaz. Uşaqların içərisində digər uşağı nə tərifləmək, nə də onu danlamaq olmaz. Dərs zamanı daha çox frontal suallarla iş aparmaq və cavab verən şagirdlərə tərifləməklə öyrənməni təşviq etmək eynən C variantında dediyimizdir. Baxaq, valideynlərə şagirdin zəif sahələrini vurğulayan hesabat göndərmək və onlardan əlavə nəzarət tələb etmək. Burada şagird onsuz da ruh düşkünlüyünə qapılıb. Biz də onun zəif cəhətlərini valideynə deyirik, o da bir dəfə evdə danlayır, onda uşaq heç müəllimlə də zəhləsi gedir və heç oxumur. Ona görə doğru cavabımız olur bizim B variantı. Keçək 58-ə. Təsəvvür edin ki, məktəbiniz üçün yeni kompüter laboratoriyası qurmaq planlaşdırılır. Sizdən tələb olunur ki, lazımi avadanlıqları müəyyən edin. Kompüter, printer, masa, stul və s. Onların qiymətlərini araşdırın və məktəbin ayrılmış büdcəsinə uyğun alqı-satqı planı hazırlayın. Tapşırıq idarə taksonomiyasının hansı mərhələsinə uyğundur? Görək burada nə iş görürlər. Deməli, birincisi laboratoriya quracaqlar. Hələ ki planlayırlar, qurmayıblar. İndi deyirlər ki, biz də araşdıraq ki, nələr lazımdır, kompüter və s. Onların qiymətlərinə baxaq və bu ayrılmış büdcə var da 5000 məsələn büdcə var. Bu büdcəyə uyğun alqı-satqı planı hazırlamaq. Bu artıq şagirdin əvvəl öyrəndiklərini burada tətbiq etməkdən söhbət gedir. Yəni burada bir hesablama aparacaq. Deyəcəz, yuxarıda da bir hesablama var idi. Orada hazır düstur var idi. Ona görə biz onu anlamaq götürmüşdük. Amma burada düstur verilməyib, sadəcə bizdən bunu etməyimiz tapşırılır. Yəni burada bir hesab kitab aparacaq ki, ayrılmış büdcə var. Buna uyğun alqı-satqı planı hazırlayacaq və s. Ona görə doğru cavabımız olur bizim burada tətbiq etmək mərhələsi. Sonra gəldik 59-a. Bir şagird dərs zamanı gözlənilmədən ağlayır. Siz ona yaxınlaşanda bildirir ki, evdə ailə problemləri yaşayır və bu onun dərslərə diqqətini yayındırır. Müəllim olaraq siz necə davranmalısınız? Ən humanist cavabı tapmaq lazımdır. Mövzunu bilmirsiniz, müəllim-şagird münasibətlərini oxumamısınız və s. Ən humanist cavabı tapmaq lazımdır. Müəllim, hamının problemi olur. Sən də dərsə fokuslanmağa çalış. Bura məktəbdə emosiyalarını evdə saxla. Bu ikinci cümlə ki var. İşimizi körradır, emosiyalarını evdə saxla. Bu getdi. Əgər bu qədər təsirlənirsənsə, daha yaxşı olar ki, evdə qalasan.
Bu da humanist deyil də, bunu da çıxdıq. C-yə baxaq. Şagirdə emosiyalarını ifadə etməsinə imkan vermək və ehtiyac varsa, məktəb psixoloquna yönləndirmək məqsədə uyğundur. Ola bilər bu testi işləyən müəllim elə A variantındakı kimi davranır ki, özünü yığışdır, məktəbdə ağlamaq vaxtı deyil, amma testi işləyəndə gəlib yenə C-ni götürməlisiniz. Çünki C daha humanistdir. Yəni humanist olmasa da test olmasa humanisti götürək ki, imtahandan keçəsiniz. Sonra D ilə nəyə baxaq? Başqa şagirdlərə nümunə olması üçün ona dərsə davam etməyi tapşırın, yox. Bu bəzi filmlərdə olur, deyir ağlama, düşmənlər bizə baxır. İndi burada da bəzi şagirdlərin nümunə olması üçün içindən ağlamaq gəlir. Ailə problemləri var, yox ağlamayım, düşmənlər mənə baxır, olmaz. Eyə baxaq. Onu dərsdən çıxardın və evə göndərmək üçün valideyni çağırın, heç olmaz. Ona görə də ən humanistini götürürük və cavabımız nə olur? C variantı. Sinifdə iki şagird arasında sosial mediada baş vermiş mübahisə məktəbdə davam edir və bu digər şagirdlərə də mənfi təsir göstərməyə başlayır. Valideynlər bu vəziyyətdən narahatdır və məsələni məktəb rəhbərliyinə çatdırıblar. Müəllim olaraq bu problemin həllinə necə yanaşmaq daha məqsədə uyğundur? 59-da dediyim kimi ən humanist variant tapmaq lazımdır. Baxaq, mübahisə edən şagirdləri cəzalandırmaq üçün onların valideynlərinə rəsmi xəbərdarlıq məktubu göndərilir. Xeyr, bu humanistlik deyil. Sosial media fəaliyyətinə məktəbin nəzarət edə bilmədiyini əsas gətirərək məsələyə müdaxilə etməməyi seçir. Xeyr, məktəb deyir ki, məktəb nəzarət eləyə bilmir, ona görə mən müdaxilə eləməliyəm. Hər iki şagirdlə fərdi və sonra birgə görüş keçirir, onların baxışlarını dinləyir, qarşılıqlı anlayış və empatiya qurmaq üçün dəstək verir. Baxın, bundan humanisti yoxdur da burada. Deməli, deyir ki, əvvəlcə tək görüşür şagirdlərlə, sonra birgə görüş keçirilir. Onların baxışlarını dinləyir. Anlayış və empatiya qurmaq üçün dəstək verir da, bundan artıq neynəsin? Keçək indi deyə. Mübahisənin daha da böyüməməsi üçün digər şagirdlərə bu barədə danışmamağı və məsələni gizli saxlamağı tapşırır. Xeyr. Sosial mediada yazışmaları sübut kimi toplayaraq şagirdlərin ailələrini günahlandırır və məsuliyyəti onların üzərinə qoyur, təbii ki, yox. Doğru cavabımız olur elə C variantı. Dediyim kimi, burada ən rahat bu tip testləri tapmaq üçün ən humanistini tapmaq lazımdır. Və bu testlərin də sonunda mən cavablarını da qeyd eləmişəm. Siz də bu testi əldə etmək üçün aşağıdakı nömrə ilə, indi ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayın, WhatsApp-a yazın və mən sizə bunun PDF-ini də göndərim. Kanala da abunə olun ki, bunun davamını da vaxtında izləyə biləsiniz. Sağ olun, hələlik, Allah amanında qalın.